2026-cı ildə videolarını kəşfətə salacaq başlıqlar hansılardır bilmək istəyirsən? Yəqin ki, qarşınıza bu tərz videolar həddindən artıq çox çıxır. Hətta bunun xidmətini belə satanlar var. Hansı ki, deyir ki, mən sənə video başlıqları satıram, sən onları istifadə edərək 2026-cı ildə kəşfətə düşəcəksən. Mən isə sizə bir söz deyim. İstər o video başlıqları nə qədər cəlbedici olur olsun, əgər sizin kontent ümumilikdə dəyərli deyilsə, əgər sizin öz bir dəstək xəttiniz yoxdursa və izləyicilərinizə xitab etmirsinizsə, bunlar hamısı cəfəngiyatdır. Mən də bunu deyirəm. Son olaraq keçirdiyim Reels haqqında hər şey webinarında mən öz tələbələrimə elə bir sxem verdim ki, o sxemdən istifadə edərək baxın bu mesaj kimi artıq mesajlar almağa başlamışam. Hansı ki, tələbəm bu sxemdən istifadə edib və artıq real olaraq ona kütləsi müraciət edir. Yəni ki, gözəl insanlar, kəşfətə salacaq videolar təbii ki, hər birimizə lazımdır, amma buna fokuslanaraq zamanımızı itirməyək. Çünki bu bəzən boş bir şey də ola bilər. Ola bilsin bizim videolar kəşfətə düşsün, amma o kəşfətin bizə heç bir faydası yoxdursa, mən nə edirəm o kəşfəti, nə edirəm o milyonlarla izləməni. Əgər bizim videolar bizə istədiyimiz kütləni gətirirsə və satışımız olursa, brendimiz maraq yaradırsa, bax budur qalibiyyət. Konsultasiyama qoşula bilərsən, hansı ki, konsultasiyada sənə özəl olaraq kontent strategiyası hazırlayıram və artıq o kontentlər vasitəsilə istədiyin kütləyə çatıb rahatca satış edə bilirsən.